Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə osteoporoz haqqında məlumat verəcəm. Osteoporoz, yəni sümük toxumasının əriməsi. Mən ginekoloq olduğuma görə ancaq qadınlarda olan osteoporoz haqqında danışacağam. Çünki osteoporoz başqa səbəblərdən də ola bilər, başqa xəstəliklər nəticəsində əmələ gələ bilər. Menopauza dövründə qadınlarda estrogenin miqdarı aşağı düşdüyünə görə onlarda osteoporoz başlayır. Bilirik ki, estrogenlər bədəndə sümük toxumasını qoruyan hormonlardır. Ona görə alimlər deyirlər ki, əgər qadınlar əvəzləyici hormonal terapiya qəbul eləsələr, onlarda osteoporoz çox az faiz olur. Osteoporozun qabağını necə almaq olar? Dediyim kimi, hormonal əvəzləyici terapiya vasitəsilə. Təbii üsullarla isə mütləq kalsium qəbul olunmalıdır, vitamin D3 qəbul olunmalıdır və qadınlar müəyyən yaşdan sonra hətta əvvəl eləmirdilərsə idmana, fitnesə başlamalıdırlar ki, onlarda osteoporoz əmələ gəlməsin. Günəş vaxtı, yaz vaxtı, yay vaxtı mütləq açıq vəziyyətdə gəzmək lazımdır ki, bədəninizi çətirlə və yaxud papaqlarla örtməyin ki, bədənlə günəş şüası təmasda olsun və vitamin D3 əmələ gəlsin. Həkimlər necə təyin edirlər ki, qadında osteoporoz var? Biləyi və onurğanı xüsusi aparaturadan keçirtməklə, rentgen aparatından keçirməklə qadınlarda osteoporozun dərəcəsini təyin edirlər və onunla da müalicəyə başlayırlar. Özümüz nə edə bilərik? Yeməyimizə fikir verə bilərik. Kəlləpaça kalsiumdan zəngindir, sümüyün bulyonu kalsiumdan zəngindir, küncüt kalsium var tərkibində çoxlu miqdarda və bir də ki, yaşıl bitkilərdə, yaşıl göyərtidə. Əziz qadınlar, özünüzə fikir verin. Yazda günəş altında açıq başla, çətirsiz gəzin, idmanla məşğul olun və həkimlərinizə inanın. Diqqətinizə görə çox sağ olun.